Salam, hər vaxtınız xeyir, dəyərli şagirdlər, əziz abituriyentlər. Bildiyimiz kimi 26 aprel 2026-cı il tarixində 9-cu siniflərin sonuncu buraxılış imtahanı keçirilib. Gəlin suallara bərabər baxaq. 5-ci sualda nə deyir? Deyir ki, bir qeyd var burada. Kitabxana 5-ci gün məşhur bir yazıçı ilə görüş üçün işini dayandıracaq və zəhmət olmasa kitabları 4-cü günün sonuna qədər qaytarın və yenidən kitabxana işini bazar ertəsi, yəni 1-ci gün səhər bərpa edəcək. Təşəkkür edirik deyir anlayışınız üçün. A bəndində nə deyir? Deyir ki, oxucular dəvət olunurlar iclasda iştiraka. Xeyr, elə şey yox idi orada. B bəndində nə deyir? Deyir ki, kitabxana həftə sonu kitabları qəbul edəcək. Xeyr. C bəndində deyir ki, kitabxana bazar ertəsinin sonuna qədər bağlı olacaq. Xeyr, səhər açılacaqdır. D-də nə deyir? Deyir ki, son gün kitabları qaytarmaq üçün bazar ertəsidir. Xeyr. Ona görə doğru cavabımız Y variantı olacaq. Bir neçə gün kitabxana işini dayandıracaq. Növbəti 6-cı sualla davam edirik. 6-cı sualda deyir ki, əziz xanım Ridgewell, deməli, təşəkkür edirik sizin bu xoş dəvətiniz üçün şam yeməyinə bizi 9 yanvar deməli 4-cü gün, cümə axşamı günü. Təəssüf ki, Jack deyir Edinburgh şəhərindədir, biznes səyahətindədir, uzaqdadır və o qayıda bilməyəcək şənbə gününə qədər və beləliklə çox təəssüflə deyirəm ki, biz sizin dəvətinizi qəbul edə bilməyəcəyik və mən əminəm ki, o da belə bir deməli xoş bir sizinlə yemək dəvətini qaçırdığına görə mənim qədər təəssüf hissi keçirir. Səmimiyyətlə Elizabeth Brown. Deməli, mərhəmət belə xoş bir şəkildə, yəni nəzakətli bir şəkildə imtina edir. Çünki alınmır getməkləri. A bəndində elə doğru cavabımız A bəndidir. Deyir ki, üzr istəyir ki, çünki qəbul edə bilmir dəvəti. Elə doğru cavabımız A variantıdır. B-də nədir? Xanım Ridgewell deyir, qəbul edir. Xanım Ridgewell qəbul etmir. Elə dəvət edən o idi. Yanlış variantı. C-də deyir ki, dəyişmək istəyir vaxtı. Xeyr, elə bir şey yox idi. D-də deyir ki, Jack qəbul edir dəvəti. Xeyr, o heç şəhərdə yox idi. Y-də də deyir ki, onlar ikisi gediblər. Xeyr. Doğru cavabımız A variantı. 7-də deyir, əziz Jane, mən ümid edirəm ki, yaxşısan. Keçən həftə sonu mən deyir, ailəmlə muzeyə getdim, hava günəşli idi. Beləliklə biz oradan parka getdik, piknik etdik. Mən deyir, biz oyunlar oynadıq, çoxlu şəkillər çəkdik. Axşam isə biz evimizin yanında balaca bir kafedə pizza yedik. Və sən necə? Sən deyir, keçən həftə sonu nələr etdin? Ən xoş arzularla Oscar. Deməli, Oscar neyniyir? Öz gününü Jane üçün təsvir edir. A bəndində deyir ki, Jane görüşəcək Oscar'la muzeyə getmək üçün. Xeyr. B-də deyir ki, Jane onun ailəsi ilə görüşdü piknik vaxtı. Xeyr. C-də deyir ki, Oscar onu dəvət edir pizza yeməyə. Xeyr. D bəli, doğru cavabdır. Çünki deyir ki, gününü təsvir edir. Oscar Jane'ə təsvir edir necə keçirib həftə sonunu. Doğru cavabımız D variantıdır. Y-də nə deyir? Deyir ki, Oscar sent Jane his family photo. Deyir, öz ailə şəklini göndərib Jane'ə. Xeyr. Və doğru cavabımız D variantı idi. Burada bir mətnlə davam edirik. For many years, some people in North America have reported seeing a strange monkey-like creature known as Bigfoot. Deməli, çox illər boyunca bəzidir insanlar Şimali Amerikadan məruzə ediblər ki, qəribə bir meymuna bənzər bir məxluq görüblər və necə ki tanınır, Bigfoot kimi tanınan bir məxluq, meymuna bənzər məxluq gördüklərini məruzə ediblər və deyir, it is believed that və inanırlar ki, Bigfoot çox hündür və nəhəngdir. Onun deyir, qəhvəyi deyir, saçları, yəni tükləri var və deyir, o iki ayaq üzərində deyir, yeriyir insan kimi. Və alimlər iddia edirlər ki, Bigfoot həqiqi gerçək deyil, lakin insanlar onu görüblər və inanırlar ki, həqiqətən də o mövcuddur. Və deyir ki, onun hekayəsi 1958-ci ildən başlayıb. Nə vaxt ki, bir fəhlə, Kaliforniyada bir inşaat işçisi böyük və sirli ayaq izləri görür, deyir, torpağın üzərində. Və yerli deyir, qəzet bir məqalə nəşr edir bu sirli ayaq izləri haqqında, hansı ki, tezliklə bütün dünyanın hissələrinə yayılır bu hekayə. Və tezliklə deyir, bütün Şimali Amerikadan insanlar başlayırlar bu barədə məruzə verməyə ki, həmçinin onlar da görüblər bu məxluqu.
yəni Bigfoot-u. Böyük ayaqlı deməkdir Bigfoot. So groups of people known as Bigfoot hunters try to find this creature. Və beləliklə bir qrup insanlar ki, kim ki tanınırdı deyir, Bigfoot'un ovçuları adıyla çalışırdılar ki, bu məxluqu tapsınlar, varlığı tapsınlar. Və 20 oktyabr 1967-ci ildə yəni kişi iddia edirdi ki, onlar onun ayaq izlərini çəkiblər. Harada? Bluff Creek adlanan bir ərazinin yaxınlığında. Və the video showed a large hairy creature walking in the forest. Və deyir, bu videoda nə var idi? Böyük bir tüklü məxluq var idi ki, hansı ki meşədə gəzirdi. Və deyir, hələ də bəzi deyir, müzakirələr var ki, bu məxluq gerçəkdirmi və yaxud da deyil. It seems that these discussions will continue for a long time. Belə görünür ki, belə müzakirələr uzun müddət davam edəcəkdir. 8-də nədir? Once the number of reports about the hairy creature increased, Bigfoot hunters decided that it was hiding in the woods. Burada belə bir şey yox idi. Went to the places it was seen before. O yerə getdilər ki, o əvvəl də görünmüşdü. Onun haqqında hekayə yazdılar. Qərarı aldılar ki, onu axtarsınlar. Y bəndində nədir? Onu ovlamağı haqqında düşündülər. Deməli, burada cavab olacaq. Decided to look for it. Onu axtarmaq qərarına gəldilər. Nə haqqındaydı mətn? Deməli, baxırıq. A bəndində nədir? An article in a local newspaper, bir məqalə haqqındaydı yerli qəzetdə. A creature found by scientists, alimlər tərəfindən tapılan bir varlıq. A strange creature in North America. Bəli, Şimali Amerikada qəribə bir varlıq haqqındaydı. Meymuna bənzər idi və C variantı doğru cavabdır. Burada isə false istəyir bizdən 10-cu sualda. The information about Bigfoot started to spread in the 20th century. 20-ci əsrdə başladı, deyir, onun haqqında deyir, bir məlumatlar yayılmaq. B bəndində deyir ki, bəzi insanlar hesab edirlər ki, o realdır, bu doğruydu. Və deyir, müzakirələr deyir, bitdi deyir onun haqqında. Bitməmişdi müzakirələr. Elə cavabımız C variantı olacaq. Çünki hələ də davam edirdi. Və D-də deyir ki, hekayə deyir, bütün başqa ölkələrdə yayıldı. Bu da doğruydu. Y-də deyir ki, qeyri-adi ayaq izləri torpağın üzərində tapılmışdı. Bu da doğruydu. Deməli, burada yanlış cavab C variantı idi. Çünki o barədə söhbətlər bitmədi. 11-də nə deyir? How did the two men in North America try to prove that they saw Bigfoot? Necə deyir, sübut etməyə çalışdılar ki, onlar görmüşdülər. A-da deyir ki, onlar məqalə yazdılar. B-də deyir ki, şəkillərin, deməli, ayaq izlərinin şəkillərini çəkdilər. C-də deyir ki, insanlardan müsahibə götürdülər. D-də deyir ki, onlar onu videoya çəkdilər. Bəli, D cavabı elə doğru cavab idi. Çünki şəhərin mərkəzində yox, onu videoya meşədə çəkmişlər. Y-də doğru ola bilməz o səbəbdən. Aha. Növbəti gəldi, deməli. 12-ci. Doğruları istəyir bizdən. People from South America claim that they saw. South deyildi, North idi. Scientists don't think that Bigfoot is a real creature. Alimlər deyir, düşünmürlər ki, deyir, o gerçək bir varlıqdır. 3-də nə deyir? Onun deyir, qəhvəyi tükləri var və o it walks on four, yox, 2 ayaq üzərində gəzirdi insan kimi. 3 ola bilməz. 1 ilə 3 ola bilmirsə, deməli doğru cavabımız nədir? 2 və 4-dür. 13-də nə deyir? Little sugar deyirsə, sayılmayan isimdir. Təbii ki, biz were götürə bilmərik, are götürə bilmərik. Ona görə doğru cavabımız 1, 3, D variantı olacaq. Qeyd edim ki, bu A variantı üçün olan testdir. If you, deməli, if you, burada özümüz verməliyik uzlaşmanı. Deməli, if-dən sonra biz həmişə bilirik ki, sadə zamanları işlətməliyik. Yəni, heç vaxt will ola bilməz, have üstə gəlsin, verb 3 forması ola bilməz. Ona görə 1 və 4. Birinci tərəfə baxmalıyıq. Call, ikinci tərəf gələcək zamanla uzlaşır. Yenə də calls və yaxud da indiki zamanla uzlaşmasıdır. Gerçək hadisələrdən danışır. Ona görə 1, 4 doğru cavabımız olacaqdır. D variantı. 15-ci sualda deyir ki, hansı, which word mean a plant? Yəni, hansı bitkidir? Winter qış deməkdir. Tree ağacdır, 2.
Traffic tıxacdı, getdi. Flower bitkidir, güldür. 2, 4 olacaqdı C variantı. 16. I think meydən sonra to işlənmir. Can'dan sonra to işlənmir. Must to ilə işlənmir. Having to'su yoxdur. A doğru cavabdır. Olacaqdı should. Jane didn't invite. Didn't deyirsə artıq biz no-nu çıxmalıyıq. Some olan some'dır, no-dur. Bunları çıxmalıyıq. Çünki inkar cümlədə ikinci inkarlıq gələ bilməz. Nobody ilə no one çıxdı. Someone təsdiq cümlələrdə işlənir. Ona görə ola bilməz. Burada da deyir ki, dəvət etmədi. Heç nəyi deyil də, heç kəsi dəvət etmədi. Çünki insandan söhbət gedir və doğru cavabımız olacaqdır. 17-ci testdə B variantı. 18-ci testdə deyir ki, doğru mənfi məna verən sözlərin sırasını seçin. Mənfi məna. Rude, impolite. Bəli, hər ikisi kobud deməkdir. A bəndi doğru cavab idi. Çünki honest dürüsttür, heç onu götürmürük. Delicious testi dadlıdır, müsbət mənadır. Beneficial faydalıdır, müsbət mənadır. Perfect mükəmməldir, müsbət mənadır. Ona görə doğru cavabımız A variantı. 19-cu sualda yaxın mənalı sözləri istəyir. Destroy məhv etməkdir. Encourage cəsarətləndirməkdir. Ruin dağıtmaqdır. Scroll sürüşdürməkdir. Spoil korlamaq, dağıtmaq. Ona görə olacaq 1, 3, bir də 5 hansı variantdır? Y variantı. 20-ci sualda deyir ki, söz önünü istəyir. Decorate with ilə işlənir. Ona görə elə doğru cavabımız olacaqdır C variantı. Oyuncaqlarla bəzədi otağı. Mary saw yellow cat. Bir ilk dəfə adını çəkilir. Bilmirik hansı pişikdən gedir. Bir pişik görüb sarı pişik. Yellow cat in the park. Parkın da qarşısında həmişə Z artıqlı. Ona görə doğru cavabımız Y variantı olacaqdır. 22-ci sual. Definition istəyir. Attack nədir? Hücum etmək deməkdir. To start fighting or hurting somebody or something olacaqdır bir də B variantı. To improve yaxşılaşdırmaq, təkmilləşdirmək deməkdir. To make something or somebody better than before 2 olacaqdır C. Concentrate, diqqətli cəmləmə, o da olacaqdır to pay attention B, C, A. Hansı variantdadır? Y variantında. Deməli doğru cavabımız Y variantıdır. 23-də hər ikisinə eyni sözü qoymalıyıq. Və ona görə baxaq ki, hansının mənası daha uyğun gəlir. Books var birincidə. Özündən sonra birbaşa isim tələb edən sual əvəzliklərini yadımıza salırıq. What'dır, which'dir, what kind of'dır, how many'dir, how much'dır. Bunlar özündən sonra birbaşa isim tələb edirlər. Və ona görə baxıram ki, what books do you usually read? Bir də what is Mr. Wilson's feedback? Nədir onun rəyi? Ona görə doğru cavabımız elə olacaqdır B variantı. Çünki o birlər hamısı özündən sonra köməkçi feil alırlar. Bir də who ola bilməzdir. Çünki who özündən sonra xəbər alır. Çünki birbaşa mübtədaya sual verəndə. Və 24-cü suala baxırıq. 24-cü sualda deyir ki, passive voice, yəni məchul növdə istəyir bizdən cümləni. Sally made monthly payments to the bank. Deməli, burada bizim nədir tamamlığımız? Monthly payments. Bir də the bankdır burada. 2 dənə tamamlığı var cümlənin. Deməli, monthly payments were made to the bank. Çünki mənim burada tamamlığım cəm olduğuna görə biz cəm seçməliyik xəbəri və keçmiş sadə zamanda was were ilə çevirməliyik. Cəmdə olacaq were və sonra verb 3 gələcək made öz yerinə. Monthly payments were made to the bank. Biri olacaq 2. Biri də olacaq deməli, the bank was made monthly payments. Biri də olacaq deməli 3. Doğru cavabımız olacaq B variantı. I was late. I took the wrong bus. Nə üçün gecikmişdim? Səbəb istəyir bizdən. Çünki yanlış avtobusa minmişdim. Olacaq as, bir də olacaq because. Çünki bunlar səbəb bildirir və çünki deməkdir mənası. Bugünü bu qədər. Ümid edirəm ki, hər biriniz uğurlu olarsınız. İnşallah ki, istədiyiniz nəticələri əldə edərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.